Deməli, 23-cü xalqı adından seçilmiş xalq düşməni Səmədzadə Ziyad Əli Abbasoğlu 23 saylı Nəsimi Sabaya seçki dairəsindən. Dostlar, inanın, mən bu Ziya Səmədzadənin sadəcə olaraq hələ mütəllib olun vaxtından məndə nəsə bu adama qarşı bir qram da, yəni bir simpatiya falan belə şey olmuyor. Bunu ilk baxışdan görəndən, ilk təsirindən bilmirəm. Nədənsə buna qarşı məndə həmişə deyək ki, çox belə bir ilgənc bir şey yaranır ki, yəni bu adama baxanda, sifətinə baxanda şərəfsiz bir adamı nəsə o bilmirəm, heç mən məsələn deyək ki, bundan qabaqlaşmamışam falan eləməmişəm və bunun o bəstəkar qızına da məhz buna görə ondan zəhləm gedir. Təsəvvür edin. Deməli, 25 iyun 1940-cı ildə Bakı şəhərində Azərbaycan SSR anadan olub Sovet İttifaqı Komünist Partiyası 1968-1991-ci ildə kimi partiyanın üzvü olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu ki, təhsili Bakı Dövlət Universiteti. Bu da təbii məsələdir ki, sonradan fəaliyyəti iqtisadçı, siyasətçi və yazıblar uşağı Aygün Səmədzadə. Deyək ki, bir dənə uşağı yox, bir neçə dənə uşağı var. Bunu Aygün Səmədzadəni yazıblar, yəni bəstəkardır. Elm sahəsi iqtisadiyyat, deyək ki, elmi dərəcəsi iqtisad elmləri doktoru. 1971 elm adı professor. 77-ci ildən professordur. Deməli, olaraq inanın, mən bəzən məsələn deyək ki, təəccüb eləmişəm ki, yəni bu yadımızdadırsa, mütəllib olun vaxtında da, yəni həmən o şeydə, parlamentdə o kürsüdə oturmuşdu və Heydər Əliyev gələndən sonra təbii məsələdir ki, bunu kənarlaşdırdı və Heydər Əliyev cəhənnəmə vasil olandan sonra baxın, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci çağırış deputat. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanda iqtisadçı alim, elmlər doktoru, professor. Təsəvvür edin. Deməli, İlham Əliyev atasının qucağında hakimiyyətə gələndən sonra bunun görünür, bundan dil tapdılar, razılaşdılar və bu gəldi parlamentdə oturdu. Ziyad Əli Abbasoğlu Səmədzadə 1940-cı il iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdu. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisad Fakültəsini fərqlənmə diplomu ilə bitirmiş. 1962-65-ci illərdə SSR Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda da namizədlik dissertasiyasını müdafiə etmişdi. 1971-ci ildə Ziya Səmədzadə 31 yaşında dissertasiya müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi alır. 1977-ci ildən ona professor adı verilir. 1976-78-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi Tədqiqat İqtisad İnstitutu direktorunun birinci müavini, 1978-82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektor olmuşdu. 1980-ci ildə Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilmişdi.
1983-93-cü illərdə Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsi İqtisadiyyat Şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan İqtisad Komitəsinin sədri, TASİS və Traseka proqramları üzrə Azərbaycanın milli koordinator olmuşdu. Ziya Səmədzadə dağ rayonlarının problemlərinin kompleks elmi təhlil edilməsi təşəbbüsünü iləri sürmüş və bu işlərlə elmi rəhbərlik etmişdi. Ziya Səmədzadə Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini vəzifəsində işləmişdi. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyada müstəqillik haqqında konstitusiya aktı qəbul edilmişdi. Araşdırmaları Azərbaycan və Rus dillərində nəşr edilmiş Dağlıq Qarabağ Naməlum Həqiqətlər adlı kitaba daxil edilmişdi. Ziya Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidentidir. Ziya Səmədzadə 1999-cu ildə İqtisadiyyat adlı qəzet təsis etmiş və onun müntəzəm nəşrinə başlamışdı. 2024-cü ildə Böyük Yolun Mərhələləri Azərbaycan İqtisadiyyatı yarım əsrdə reallıq və perspektivlər adlı kitabı çapdan çıxmışdı. Akademik Ziya Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Komissiyasının sədri kimi Respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şuranın tərkibinə daxil olmuşdur. 2024-cü il oktyabrın 8-də Azərbaycan-Belarus parlamentləri arası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilmişdir. Deməli, ailəsi Ziya Səmədzadənin oğlu İrşad iqtisadçı alimdir, böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır, kiçik qızı Aytən həkim və publisistdir. 4 nəvəsi var və mükafatları. Mükafatları deyək ki, çoxdur. Bunun da deyək ki, vətənə xidmətə görə birinci dərəcəli, deyək ki, ordeni, şərəf, şərəfsizlərə verilən şərəf ordeni, şöhrətsizlərə verilən şöhrət ordeni. Nə bilim də, yəni Bakı şəhərində də deyək ki, bu Humayi falan, yəni indi bunlar o qızıl qələm falan, bunlar hamısı boş şeylərdir. O vaxtı mənim yaxşı yadımda da Allah rəhmət eləsin, Oqtay Salamzadə həmkarlar adından $500 satırdı qızıl qələm mükafatını. Təsəvvür edin. Yəni, bax belə, yəni təsəvvür edin. Ziya Səmədzadənin dostlar, mən bu, yəni Wikipediyada yazılmış tərcüməyi halıdır. Əslində, Ziya Səmədzadə də İlham Əliyev kimi çox böyük bir dəladuz olduğu üçün məhz, yəni Heydər Əliyevdən sonra təzdən onu yenidən qaytardılar. Yəni ki, yəni Bakırların adından, yəni ona görünür, bu güzəşti verdilər ki, nə qədər olmasa da, yəni ümumi Bakırları təmsil edir və ona görə də onu bir şey verdilər ki, biraz sakitləşsinlər, yəni Bakırların ağzını bağlamaq üçün. Amma bu da təbii məsələdir, çox şərəfsiz adamdır və bunun bir, deyək ki, video var. Mən bunu düzün deyim ki, o vaxtı sadəcə olaraq təsəvvür edin. Bunu bir dostu var idi. Bunu zərər günə qoydu. İndi onunla bağlı balaca bir video var. Onu da göstərim. Bununla da qutaraq Ziya Səmədzadə haqqında söhbətimizi. Ümumiyyətində qanunvericiliklə əlaqədar olaraq görülən işlər mühüm yer tutur və cəsarətlə, məsuliyyətlə bildirmək istəyirəm ki, Milli Məclisdə qəbul edilən qanunların 30-35%-i bizim komitə tərəfindən təqdim edilmişdir. Fəaliyyətimdə, qanunvericilik fəaliyyətimdə heç şübhəsiz ki, sahibkarlıq məsələləri üstünlük təşkil edir. Çünki Azərbaycanda artıq ümumi daxili məhsulun 80%-i sahibkarlar tərəfindən yaradılır. Azərbaycanın ümumi daxili məhsulun 80%-i özəl sektorun payına düşür. Ona görə də sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, onlara kömək,
onlarda yoxlamaların azalması, lisenziyaların azaldılması kimi məsələlər hamısı bizim komitədə müzakirə edilib və Milli Məclisə tövsiyə edilmişdir. Təsəvvür edin, bu Ziyad Səmədzadənin özü haqqında təqdim elədiyi güya ki, böyük işlərdə məşğul olurlar və bunlar bu yaradıb. Amma indi gəlin onun o birisi tərəfinə baxaq dostlar. Vaxtilə böyük sərvətə malik olan, həbs edildikdən sonra sərvətini itirib vaqonda yaşayan biznesmen İbrahim Zeynalov tutulmasında deputat Ziyad Səmədzadənin əli olduğunu iddia edir. APA TV Müsavat.com-a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunduqdan sonra bütün sərvətini itirən keçmiş biznesmen hazırda Neftçalanın Kürkənd kəndində vaqonda məskunlaşıb, yeriyə bilmir. Oğlu ilə birlikdə yaşayan Zeynalov 2000-ci illərin əvvəllərində zavod, fabrik, sexlər, bahalı avtomobillər və bir çox varidatın sahibi olsa da, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunduqdan sonra bütün əmlaklarını, 2 övladını və həyat yoldaşını itirib. İbrahim Zeynalov Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmasında deputat Ziyad Səmədzadənin əli olduğunu bildirir. Ziyad mənim evimin daimi qonaqlarından olub. Çörək kəsmişik, həmişə cibinə pul qoyurdum. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olanda köməklik edirdim. Qızıl saat verirdim. Xarici səfərləri zamanı gediş-gəlişinin pulunu ödəyib xərclik verirdim. Bir gündə Ziyad Səmədzadə gəldi ki, bəs bir akademik var, Əhməd Mahmudov. Onun kitabını çıxartmaq lazımdır. Kitabın çapı üçün 25.000 dollar pul istədi. Verdim. Münasibətlərimiz çox yaxşı idi deyə işlərim haqqında məlumatı vardı. Hətta qızının villasında təmir elətdirmişdim. Mən fabrikim üçün bankdan kredit götürmək istəyirdim. Ziyad Səmədzadə dedi ki, sahibkarlığa kömək milli fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də mənə kredit verməmişdilər. Ziyad deyəndən sonra mənə həmin pulu ayırdılar. Krediti götürüb 10%-ni də Ziyada verdim. Fabrik işə düşəndən sonra gəldi ki, fabrikin 51%-ni mənim adıma keçir. Razılaşmadım. Dedi ki, sənin başına oyun açacağam. Ağlıma gəlməzdi ki, o mənə qarşı belə bir naxələflik edər, məni tutdurar, sifariş edər. Və təsəvvür edin dostlar, bu adamı təsəvvür edin, həmən bu gördüyünüz, bu şəklini gördüyünüz həmən bu adamı Ziyad Səmədzadə təsəvvür edin. Deməli, pastayan hər zaman yəni yardımcısı olub bu kişi və günlərin bir günü buna deyək ki, pul lazım olub və bu da kişi kimi gedib deyək ki, kreditə götürdüyü deyək ki, pulu 10%-ni gətirib həmən bu şərəfsizə verir. Ki, yəni bu da sənin haqqın. Yəni qayda o vaxt belə idi də 10%, 20%, yəni belə götürürlər. Və təsəvvür edin, ondan sonra bu balaca bir fabrik açır. Bu Ziyad Səmədzadə gəlir 51%, 49 da demirik. Yəni 51% o deməkdir ki, fabrik onundur. Yəni bütün cavab Ziyad Səmədzadənin və bu da təbii məsələdir ki, bu hər şey bu şərəfsiz heç nə eləmədiyi halda və bunun hər zaman buna yardım elədiyi halda bunun bu şərəfsizliyi və MTN-də bundan 10 milyon pul istəyirlər. Salırlar padvala. Padvalda deməli bu oğluna məktub yazır və bunlar bütün qohum əqrabada, dost tanışda filanda kimə nələr gücləri çatır demək olar ki, hər şeylərini satırlar, həmin 18 milyonu düzəldirlər, gətirirlər, verirlər MTN-ə. Səhərsi gün oğluna zəng edirlər ki, gəl atan apar. Və bu, o zaman həmin o müstəntiqdən soruşur ki, bəs pulu, deyir, o pul zimmədə o çatıb. Həmən bu şərəfsiz, bu deyək ki, namusdan, şərəfdən kənar gədə təsəvvür edin. Bax, həmən, baxın, xalq adından seçilmiş, xalqına namərdlik eləyən şərəfsiz. İnsan buna bu boyda yaxşılıq edir, axırda təsəvvür edin, bu gün də həmən adamın oğlu da həmən o hadisələrdə stresdən, polis gəlib getmələrindən, bunun padvala düşməyindən 2 oğlu və arvadı dünyasını dəyişir. Bax, bu həmən o Ziyad Səmədzadədir. Bu gün də deyək ki, haradasa deməli 86 yaşı var, parlamentdə yatır həmişə. Bəzən də məclislərdə zat atar, filan zat, güya ki, yaracın. Neysə, mən sadəcə olaraq Allah yəqin ki, bir gün bunun da cəzasını verəcək. Yəni, heç kim bu məsələdən deyək ki, sığırtalanmayıb dostlar. Və bizim də deyək ki, dediyimiz kimi
23-cü xalq adından seçilmiş şərəfsiz Ziya Səmədzadə, 23 saylı Nəsimi Səbaya seçki dairəsindən. Yəni, bu adamlar, həmən bu adını professor, akademik qoyduğumuz həmən bu dələduz dostlar, bir dəfə də olsun xalqın yanında olmuyor. Və ona görə də bu gün məhz həmən bu İlham Əliyev və şərəfsiz, əslində bu Mütəllibov da satır. Təsəvvür edin. Bax belə bizim 23-cü dələduzumuz Ziya Səmədzadə.